Koç. Bugün Qoçlar üçün sanki daxili bir mühərrikin tam gücü ilə işə düşdüyü bir zamandır. Planetlərin düzülüşü sizin "mən bura aidəm və idarə edirəm" enerjinizi ön plana çıxarır. Səhər saatlarından etibarən özünüzü hər zamankından daha qərarlı hiss edəcəksiniz. Lakin bu yüksək enerji bir növ iki tərəfli qılınc kimidir. Əgər onu düzgün istiqamətə yönəltməsəniz, günün ortasında səbəbsiz gərginlik və ya ətrafdakılara qarşı səbirsizlik yarada bilər. Göy üzü sizə deyir ki, bugün tələsmədən sürətli olmaq sənətinə yiyələnməlisiniz. Kosmik vibrasiyalar sizin liderlik keyfiyyətlərinizi alovlandırır, lakin bu liderliyi diktatura ilə deyil, nümunə olmaqla göstərməyiniz daha məqsədə uyğundur. Günün ümumi rəngi parlaq qırmızı və narıncı çalarları xatırladır. Bu da sizin ruhunuzdakı odun hələ sönmədiyini, əksinə yeni başladığını simvolizə edir. Hər hansı bir maneə ilə qarşılaşsanız, geri çəkilmək yerinə vəziyyəti analiz edib strateji addım atmaq üçün ideal bir gündür. Subay Qoçlar üçün, bugün sevgi mövzusunda taleyin kiçik, amma təsirli sürprizləri gözlənilir. Əgər ürəyiniz boşdursa, tamamilə təsadüfi bir məkanda, bəlkə bir növbədə, bəlkə də qısa bir səfər zamanı diqqətinizi çəkəcək biri ilə qarşılaşa bilərsiniz. Ulduzlar sizin xarizmanızı artırır, buna görə də özünüzə inamlı görünüşünüz qarşı tərəfi maqnit kimi çəkəcək. Köhnə sevgililərdən gələn mesajlara qarşı isə diqqətli olun, keçmişin enerjisi bugünkü yeni və təmiz enerjinizi bulandıra bilər. Evli və partnyoru olan Qoçlar üçün, münasibətinizdə yenilənmək düyməsinə basmağın vaxtıdır. Əgər son günlərdə rutin həyat sizi yormuşdursa, bugün partnyorunuzla birlikdə fərqli bir məşğuliyyət tapmaq münasibətə can verəcək. Kiçik bir anlaşılmazlıq böyüməyə meyillidir, ona görə də tənqid etmək yerinə anlamağa çalışın. Səmimi bir söhbət və gələcək planlar haqqında danışmaq aranızdakı bağı daha da möhkəmləndirəcək. Sevdiyiniz insanın dəstəyini hiss etmək sizə əlavə güc verəcək. Sosial sferada Qoçlar bugün diqqət mərkəzindədir. Dostlarınız sizin məsləhətlərinizə və enerjinizə ehtiyac duya bilərlər. Köhnə bir dostunuzun gözlənilməz zəngi sizə keçmişdə qalan xoş xatirələri xatırlatmaqla yanaşı, həm də yeni bir qapı aça bilər. Sosial çevrənizdə nüfuzunuzun artdığı bir dövrdür, lakin hər kəsə kömək etməliyəm düşüncəsi ilə öz vaxtınızı tamamilə başqalarına qurban verməyin. Bəzi dostluq münasibətlərində dürüstlük testi yaşana bilər, kimin həqiqətən yanınızda olduğunu, kimin isə sadəcə yaxşı gününüzdə göründüyünü aydın şəkildə dərk edəcəksiniz. Qrup fəaliyyətləri və ya ortaq maraqları olan insanlarla bir araya gəlmək sizə yeni ideyalar verəcək. İnsanlarla ünsiyyət qurarkən kinayədən qaçın, çünki bugünkü zarafatlarınız bəzi həssas dostlar tərəfindən yanlış anlaşıla bilər. Ümumilikdə, kollektiv ruhun sizi ruhlandırdığı bir gündür. İş həyatında Qoçlar üçün bugün məhsuldarlıq zirvəsi sayıla bilər. Uzun müddətdir masanızda qalan və ya ertələdiyiniz layihələri yekunlaşdırmaq üçün daxili bir təkan hiss edəcəksiniz. Rəhbərliklə və ya tərəfdaşlarla olan danışıqlarda sözünüzün kəsəri böyükdür. Yaradıcı yanaşmalarınız və riskdən qorxmamağınız sizi həmkarlarınızdan bir addım öndə tutacaq. Əgər yeni bir işə başlamaq və ya vəzifə artımı üçün müraciət etmək planınız varsa, 29 yanvarın enerjisi bunun üçün kifayət qədər dəstəkləyicidir. Lakin detallara diqqət yetirməyi unutmayın, böyük rəsmi görərkən kiçik texniki səhvlər qaçılmaz ola bilər. Komanda işində mən yerinə biz deməyi bacarsanız, uğurunuzun miqyası daha da böyüyəcək. İş mühitində yarana biləcək rəqabət sizi qorxutmasın, əksinə bu rəqabət sizin potensialınızı tam üzə çıxarmaq üçün bir bəhanə olacaq. Özünüzə inanın, çünki ulduzlar sizin peşəkar yüksəlişiniz üçün əlverişli bucaq altındadır. Maliyyə məsələlərində Qoç bürcü üçün ehtiyatlı, lakin optimist bir dövr başlayır. Gözlənilməz bir yerdən kiçik bir gəlir və ya borcun qaytarılması ehtimalı var. Bugün investisiya planlarını nəzərdən keçirmək üçün yaxşıdır, lakin dərhal hərəkətə keçmək yerinə bir mütəxəssislə məsləhətləşmək daha xeyirlidir. Xərclərinizdə bir qədər artım müşahidə oluna bilər, xüsusən də özünüzü mükafatlandırmaq istəyi ilə lazımsız alış-verişlərə meyil edə bilərsiniz. Unutmayın ki, büdcəni tarazlıqda saxlamaq gələcək planlarınız üçün vacibdir. Maliyyə sənədləri, müqavilələr və ya bank əməliyyatları ilə bağlı məsələlərdə diqqətli olun, rəqəmləri 2 dəfə yoxlamaq sizi gələcək fəsadlardan qoruyacaq. Maddi azadlığa gedən yolun intizamdan keçdiyini unutmayın. Əgər yeni bir gəlir mənbəyi axtarırsınızsa, hobbilərinizi qazanca çevirmək haqqında düşünməyin, tam zamanıdır. Şans maliyyə mövzularında sizinlədir, amma bu şansı ağıllı şəkildə idarə etmək sizin əlinizdədir. Psixoloji olaraq özünüzü çox gümrah, lakin bir qədər huzursuz hiss edə bilərsiniz. Bu, bədəninizdəki artıq enerjinin boşalma yerini axtarması ilə bağlıdır.
Fiziki fəallıq, istər idman zalı, istərsə də açıq havada sürətli yeriş, bugün sizin üçün ən yaxşı dərman olacaq. Baş ağrılarına və ya göz yorğunluğuna qarşı həssas ola bilərsiniz, buna görə də ekran qarşısında keçirdiyiniz vaxtı limitləyin. Ruhən özünüzü yeniləmək üçün meditasiya və ya sadəcə səssizlikdə qalmaq sizə daxili dinclik bəxş edəcək. Qidalanmanıza diqqət yetirin, sürətli qidalar, fast food, bugün həzm sisteminizi yora bilər. Su qəbulunu artırmaq bədəninizdəki toksinlərin atılmasına və enerjinizin sabit qalmasına kömək edəcək. Yuxu rejiminizə bu gecə xüsusi diqqət yetirin, çünki beyniniz gün ərzində çox sayda informasiya emal edəcək və tam istirahətə ehtiyacı olacaq. Özünüzü dinləyin, bədəniniz sizə nəyin çatışmadığını gizli siqnallarla deyəcək. Günün məsləhəti, bugün həyatın sürətinə ayaq uydurarkən dayanıb nəfəs almağı unutmayın. Hər bir qərarı emosiyalarla deyil, məntiqlə süzgəcdən keçirin. İnsanlarla ünsiyyətdə ilk reaksiya həmişə ən doğrusu olmaya bilər, bir saniyəlik sükut sizi böyük bir mübahisədən xilas edə bilər. Motivasiya, sənin gücün yalnız fiziki qüvvəndə deyil, həm də sarsılmaz iradəndədir. Dünya sənə tabe olmaq üçün deyil, səninlə birlikdə hərəkət etmək üçün oradadır. Bugün öz hekayənin qəhrəmanı sən ol və heç kimin sənin işığını söndürməsinə icazə vermə. Unutma, ən böyük zəfərlər özünü fəth etməklə başlayır. Buğa. Bugün buğalar üçün sanki hasat vaxtı kimidir. Planetlərin konfigurasiyası sizin səbrinizi və dözümlülüyünüzü mükafatlandırmağa hazırlaşır. Günün ilk saatlarında daxili bir sakitlik və əminlik hiss edəcəksiniz. Qoçun tələskənliyindən fərqli olaraq sizin enerjiniz bugün yavaş və dəqiq axır. Bu, əslində sizin ən böyük silahınızdır. Ətrafdakı xaos sizi yolunuzdan döndərə bilməyəcək. Kosmik vibrasiyalar sizin estetik zövqünüzü və duyğularınızı itiləyir, ətrafınızdakı gözəllikləri daha aydın görəcək, toxunduğunuz hər şeyi bir növ sənət əsərinə çevirmək istəyəcəksiniz. Bugün həm də köklərinizə bağlılıq günüdür. Evinizdə və ya iş yerinizdə özünüzü təhlükəsiz hiss etdiyiniz güşələr sizin enerji mənbəyiniz olacaq. Günün rəngləri zümrüd yaşılı və torpaq tonlarıdır. Bu rənglər sizin daxili balansınızı qorumağa və təbiətlə olan bağınızı gücləndirməyə xidmət edir. Subay buğalar üçün, sizin üçün sevgi bugün inam kəlməsi ilə eyniləşir. İlk baxışdan aşiq olmaqdan ziyarətcə kiminləsə ortaq dəyərlərə sahib olduğunuzu kəşf etmək sizi daha çox həyəcanlandıracaq. Uzun müddətdir tanıdığınız, lakin dost kimi baxdığınız birinə qarşı fərqli hisslər oyanması mümkündür. Qarşı tərəfdən gələcək kiçik, amma mənalı bir jest sizə keçmişdəki bütün xəyal qırıqlıqlarını unutdura bilər. Özünüzü tələsdirməyin, sevginin təbii şəkildə çiçək açmasına icazə verin. Evli və partnyoru olan buğalar üçün münasibətinizdə maddi və mənəvi güvən hissi ön plana çıxır. Partnyorunuzla birlikdə eviniz üçün bir investisiya və ya uzun müddətli bir alış-veriş planlaya bilərsiniz. Bugün romantika şam işığından daha çox çiyin-çiyinə verib bir problemi həll etməkdə gizlidir. Aranızda soyuqluq varsa, dadlı bir yemək süfrəsi arxasında edilən səmimi söhbət bütün buzları əridəcək. Sadəcə inadkarlıq etməməyə çalışın, qarşı tərəfin də haqlı ola biləcəyi məqamları nəzərə almaq münasibətinizi daha da dərinləşdirəcək. Sosial həyatda buğalar bugün liman rolunu oynayırlar. Hamı sizin yanınıza sakitlik tapmaq və məntiqli məsləhət almaq üçün gələcək. Sizin sarsılmaz duruşunuz ətrafınızdakı insanlara güvən verir. Dostluq çevrənizdə köhnə bir mübahisənin tərəfləri arasında vasitəçilik edə bilərsiniz. Lakin diqqətli olun ki, başqalarının yükünü öz çiyinlərinizə çox yükləməyəsiniz. Bugün yeni insanlarla tanış olmaqdan ziyarətcə illərin sınağından çıxmış dostlarla vaxt keçirmək sizə daha çox zövq verəcək. Ola bilsin ki, yaxın bir dostunuz sizə gizli saxladığı bir sirrini açsın, sizin etibarlılığınız bu münasibəti yeni bir səviyyəyə daşıyacaq. Şəhər səs-küyündən uzaq, daha sakit və keyfiyyətli məkanlarda dostlarla görüşmək ruhunuzu dincəldəcək. Səmimiyyətin olmadığı ortamlardan uzaq durmaq instinktiniz bugün olduqca güclü işləyəcək. İş mühitində sizin metodik işləmə tərziniz rəhbərliyin diqqətindən qaçmayacaq. 29 yanvar başladığınız işləri böyük bir titizliklə tamamlamaq günüdür. Yaradıcılıq tələb edən sahələrdə çalışan buğalar üçün ilham pərləri iş başında olacaq. Strategiyanız yavaş-yavaş, amma dərindən olmalıdır. Karyeranızda sabitlik qazanmaq üçün atdığınız addımlar bəhrəsini verməyə başlayır. Əgər bir əməkdaşlıq təklifi alsanız, dərhal hər deməyin, detalları, xüsusən də uzun müddətli perspektivləri analiz edin.
Texniki işlər, planlaşdırma və arxivləşdirmə kimi səbr tələb edən tapşırıqlar bugün sizə heç vaxt olmadığı qədər asan gələcək. Ofis daxili intriqalardan uzaq qalmaq və sadəcə öz işinizə fokuslanmaq ən doğru seçimdir. Sizin səssiz uğurunuz bəzi çox danışan həmkarlarınızdan daha böyük səs gətirəcək. Peşəkar sahədə nüfuzunuzun biraz da möhkəmləndiyi, əvəz olunmaz kadr imicinizin gücləndiyi bir gündür. Maliyyə mövzusunda Boğa bürcü üçün bugün olduqca əhəmiyyətlidir. Göy üzü sizin maddi rifahınızı artırmaq üçün fürsətlər təqdim edir. Uzun müddətli yığımlarınız və ya daşınmaz əmlakla bağlı məsələlər gündəmə gələ bilər. Bugün lüks əşyalara və ya zövqünüzə hitap edən bahalı şeylərə meyliniz artıq ola bilər. Alış-veriş edərkən istəklə ehtiyac arasındakı fərqi qorumağa çalışın. Əgər birinə borc vermisinizsə, bugün həmin məbləğin geri qayıtması ehtimalı yüksəkdir. Maliyyə planlamasında göstərdiyiniz mühafizəkarlıq sizi gözlənilməz risklərdən qoruyur. Gələcəyə dair maddi hədəflərinizi yenidən nəzərdən keçirin, bəlkə də köhnəlmiş bir metodu yeni və daha gəlirli bir üsulla əvəz etməyin vaxtıdır. Sizin üçün pul sadəcə kağız deyil, həm də azadlıq və təhlükəsizlik deməkdir. Bugün bu hissləri tam dolğunluğu ilə yaşayacaqsınız. Şans oyunlarından uzaq durun, sizin qazancınız zəhmət və düzgün strategiya üzərində qurulmalıdır. Bugün fiziki sağlamlığınız daxili rahatlığınızla birbaşa bağlıdır. Boğaz və boyun nahiyəsi buğaların ən həssas nöqtəsi olduğu üçün bugün bu bölgələrə xüsusi diqqət yetirin, soyuq içkilərdən qaçın və boynunuzu gərginlikdən qoruyun. Psixoloji olaraq özünüzü çox stabil və topraklanmış hiss edəcəksiniz. Həyatın xırda ləzzətləri, gözəl bir ətir, xoş bir musiqi və ya rahat bir kreslo sizin üçün ən yaxşı terapiyadır. Əgər son zamanlar stresli idinizsə, bugün o stresin bədəninizi tərk etdiyini hiss edəcəksiniz. Aromaterapiya və ya duz vannaları sizin enerjinizi təmizləmək üçün möhtəşəm vasitələrdir. Yemək mövzusunda aşırıya qaçmamağa çalışın, orqanizminiz bugün daha çox təbii və emal olunmamış qidalara ehtiyac duyur. Özünüzü sevmək və bədəninizə bir məbəd kimi yanaşmaq bugünkü əsas sağlamlıq düsturunuz olmalıdır. Ruhunuzun dincliyi üzünüzdəki təbəssümdə əks olunacaq. Günün məsləhəti, hər şeyi eyni anda etməyə çalışma. Həyat bir yarış deyil, bir səyahətdir. Bugün hər addımından zövq alaraq irəlilə. İnandığın prinsiplərdən geri addım atma, amma başqalarının fərqli yollarını da hörmətlə qarşıla. Sənin gücün sənin sabitliyindədir, onu qoru. Motivasiya, sən fırtınaların ortasında sarsılmayan oğlu palıd ağacı kimsən? Kökün dərinlərdə, budaqların isə göylərdədir. Sənin qurduğun hər şey zamana tab gətirəcək qədər güclüdür. Müvəffəqiyyət sənin üçün bir təsadüf deyil, dözümünün nəticəsidir. Bugün öz dəyərini bil və kainatın sənə təqdim etdiyi bərəkəti sevgi ilə qəbul et. Əkizlər. Bugün əkizlər üçün kainatın sanki bir radio dalğası kimi işlədiyi, hər yerdən mesajların yağdığı bir gündür. Planetlərin bugünkü konfigurasiyası sizin mental sürətinizi maksimuma çatdırır. Səhər saatlarında zehniniz o qədər aktiv olacaq ki, eyni anda 5 fərqli mövzu haqqında düşünmək sizə tamamilə normal görünəcək. Bu, multitasking, çoxşaxəli iş qabiliyyətinizin zirvə nöqtəsidir. Lakin bu yüksək mental enerji bəzən diqqət dağınıqlığına və ya fikirlərin bir nöqtədə cəmlənə bilməməsinə səbəb ola bilər. Kosmik vibrasiyalar sizi ünsiyyət qurmağa, öyrənməyə və kəşf etməyə təşviq edir. Günün enerjisi statik deyil, daim hərəkətdədir. Bugün sanki görünməz qanadlarınız varmış kimi hiss edəcəksiniz. Günün rəngləri parlaq sarı və gümüş çalarlarıdır. Bu rənglər sizin zehni aydınlığınızı qorumağa və kreativ ideyalarınızı üzə çıxarmağa kömək edəcək. Həyatın sizə təqdim etdiyi hər bir məlumatı bir tapmaca kimi həll etməkdən zövq alacağınız bir gündür. Subay əkizlər üçün, bugün eşq həyatınızda intellektual cazibə ön plandadır. Sizin üçün xarici görünüşdən daha çox, qarşı tərəfin zəkası, zarafat anlayışı və hadisələrə baxış bucağı vacib olacaq. Sosial şəbəkələrdə və ya bir onlayn platformada maraqlı bir dialoq gözlənilmədən uzun müddətli bir heyranlığa çevrilə bilər. Flirt etmək qabiliyyətiniz bugün ustad səviyyəsindədir, sözlərinizlə insanları sehrləyə bilərsiniz. Yeni bir tanışlıq üçün ən yaxşı mühit kitabxanalar, kafelər və ya təhsil mərkəzləridir. Evli və partnyor olan əkizlər üçün münasibətinizdəki monotonluğu aradan qaldırmaq üçün bugün mükəmməl fürsətdir. Partnyorunuzla maraqlı bir mövzu ətrafında saatlarla mübahisə etmək, pozitiv mənada və ya yeni bir mövzu öyrənmək aranızdakı intellektual bağı gücləndirəcək.
Əgər son zamanlar bir-birinizdən uzaqlaşmısınızsa, qısa bir gəzinti və ya sadəcə fərqli bir məkanda çay içmək enerjinizi yeniləyəcək. Bugün sevgilinizi dinləməyi də unutmayın, onun bəzən demək istəyib deyə bilmədiyi kiçik detalları tutmaq münasibətinizi daha dərinə aparacaq. Sosial kəpənək olan əkizlər üçün 29 yanvar əsl bayramdır. Telefonunuz susmaya bilər, mesaj qutunuz isə yeni təkliflərlə dolacaq. Dostlarınız arasında məlumat mərkəzi rolunu oynayacaqsınız. Hər kəs ən son xəbərləri sizdən soruşacaq. Bugün yeni sosial çevrələrə girmək, fərqli düşüncəli insanlarla tanış olmaq üçün ideal zamandır. Lakin diqqətli olun, söz gəzdirmək və ya şayələrə qulaq asmaq enerjinizi aşağı sala bilər. Bəzi dostlarınızla aranızda olan kiçik bir anlaşılmazlıq yumor hissiniz sayəsində asanlıqla həll olunacaq. Çoxdandır görmədiyiniz bir tanışınızla qarşılaşmaq sizə maraqlı bir əməkdaşlıq təklifi gətirə bilər. Sosial enerjiniz o qədər yüksəkdir ki, girdiyiniz hər ortamda atmosferi anında dəyişə biləcəksiniz. Dostlarınızla birlikdə intellektual oyunlar oynamaq və ya bir seminar qatılmaq günün ən xoş fəaliyyəti ola bilər. İş yerində əkizlər bugün strateji bir zəka nümayiş etdirəcəklər. Məlumatı analiz etmək, təqdimatlar hazırlamaq və ya danışıqlar aparmaq üçün ulduzlar sizi dəstəkləyir. Əgər satış, marketinq, media və ya texnologiya sahəsindəsinizsə, bugün sizin parladığınız gün olacaq. Problemlərə hamıdan fərqli bir bucaqdan baxaraq ən kreativ həlli tapacaqsınız. Lakin eyni anda 10 işlə məşğul olmaq istəyi bəzi vacib sənədlərdə diqqətsizliyə yol aça bilər, ona görə də hər işi bitirib digərinə keçmək taktikasını tətbiq edin. İş yoldaşlarınızla olan münasibətlərdə diplomatik davranmaq sizin xeyrinizədir. Yeni bir layihə təklifi alsanız, onun texniki tərəflərini deyil, gətirəcəyi yenilikləri düşünərək həyəcanlanacaqsınız. Karyeranızda yenilikçi imiciniz bugün biraz daha möhkəmlənir. Başqalarının görə bilmədiyi əlaqələri qurmaq qabiliyyətiniz rəhbərliyin diqqətini çəkəcək. Maliyyə sahəsində əkizlər üçün hərəkətlilik var. Bugün gəlirlərinizi artırmaq üçün yeni ideyalar beyninizdə şimşək kimi çaxa bilər. Bəlkə də ikinci bir iş və ya freelance layihə haqqında düşünməyin vaxtıdır. Maddi məsələlərdə məlumatlı olmaq sizin üstünlüyünüzdür. İnvestisiya və ya bank işləri ilə bağlı doğru məlumatı doğru zamanda əldə edə bilərsiniz. Lakin texnoloji cihazlara, yeni gadjetlərə və ya kitablara qarşı olan meyliniz büdcənizdə gözlənilməz bir delik aça bilər. Alış-veriş edərkən impulsiv davranmamağa çalışın. 29 yanvar tarixində elektron ödənişlər və ya onlayn bankçılıq əməliyyatları zamanı parollara və təhlükəsizliyə biraz daha diqqət yetirməyiniz tövsiyə olunur. Kiçik məbləğlərlə də olsa, gələcək üçün bir qənaət planı qurmaq bugün sizə mənəvi rahatlıq verəcək. Şans maliyyə sahəsində daha çox məlumatlı olduğunuz tərəfdən gələcək. Sağlamlıq cəhətdən əkizlərin ən çox diqqət yetirməli olduğu nöqtə sinir sistemidir. Zehniniz o qədər sürətli işləyir ki, bədəniniz bəzən buna çata bilmir. Bu da günün sonunda zehni yorğunluğa və ya yuxusuzluğa səbəb ola bilər. Nəfəs məşqləri və ya qısa müddətli rəqəmsal detoks, telefondan uzaq durmaq sizin üçün ən yaxşı terapiya olacaq. Əllər, qollar və çiyin nahiyəsində kiçik gərginliklər hiss edə bilərsiniz, ona görə də yüngül isinmə hərəkətləri etmək faydalıdır. Psixoloji olaraq hər şeyi bilməliyəm və ya hər yerə çatmalıyam təzyiqini öz üzərinizdən götürün. Bir az sükut və təbiətlə ünsiyyət sizin o dağınıq enerjinizi bir mərkəzə toplayacaq. Kofein qəbulunu azaldıb bitki çaylarına üstünlük vermək sinir sisteminizi sakitləşdirəcək. Ruhunuzun bugün ən çox ehtiyacı olan şey, maraq dairənizi qidalandıracaq yeni və faydalı bir məlumatdır. Günün məsləhəti, hər kəsə cavab vermək və ya hər xəbərə reaksiya göstərmək məcburiyyətində deyilsən. Enerjini səpələməkdənsə onu ən çox sevdiyin bir ideyaya yönəlt. Bugün səssizliyin gücündən istifadə et, bəzən ən güclü cavab susmaqdır. Motivasiya, sənin zəkan dünyanın ən iti alətidir. Sən bir bu qələmun kimi hər vəziyyətə uyğunlaşa və hər çətinlikdən bir çıxış yolu tapa bilərsən. Sərhədlər ancaq sənin düşüncələrindədir. Bugün özünə inan və o parlaq fikirlərini dünyaya bəyan et. Kainat sənə yeni qapılar açmaq üçün sənin bir sözünü gözləyir. Xərçəng. Bugün xərçənglər üçün sanki bir emosional detoks və sığınacaq axtarışı günüdür. Göy üzündəki planetar düzülüş sizin daxili dünyanıza fokuslanmağınızı tələb edir. Səhər saatlarında bir qədər içinizə qapanmaq və ya ətrafdakı səs-küydən uzaqlaşmaq istəyi hiss edə bilərsiniz. Bu, enerjinizin aşağı olması demək deyil, sadəcə ruhunuz özünü bərpa etmək üçün sakitlik tələb edir.
İntuisiyalarınız bugün o qədər güclüdür ki, baş verəcək hadisələri və ya insanların gizli niyyətlərini qabaqcadan hiss edə bilərsiniz. Kosmik enerji sizə öz evində, öz ruhunda huzur tap mesajını verir. Əgər bir qərar vermək məcburiyyətindəsinizsə, məntiqdən çox qəlbinizin səsinə qulaq asın. Günün rəngləri mirvari ağ və dəniz göyüdür. Bu rənglər sizin emosional dalğalarınızı tənzimləməyə və özünüzü daha güvəndə hiss etməmizə kömək edəcək. Bugün kainatla bağınızın ən yüksək həddə çatdığı bir zamandır. Subay xərçənglər üçün, sizin üçün bugün sevgi, ruhi yaxınlıq deməkdir. Səthi münasibətlər və mənasız flirtlər sizi maraqlandırmayacaq. Əksinə, sizi anlayan, keçmişinizə və hisslərinizə hörmət edən birinə qarşı dərin meyil hiss edə bilərsiniz. Ola bilsin ki, köhnə bir dostunuzla aranızda romantik bir qığılcım yaransın. Bugün yeni tanışlıqlarda qarşı tərəfin səmimiyyətini test etmək üçün instinktlərinizə güvənin. Sevgi sizin üçün bir limandır və bugün o limanı tapmağa çox yaxınsınız. Evli və partnyoru olan xərçənglər üçün münasibətinizdə şəfqət və qayğı ön plana çıxır. Partnyorunuzun dəstəyinə hər zamankından daha çox ehtiyac duya bilərsiniz və ya əksinə ona emosional dayaq olacaqsınız. Evinizdə isti bir atmosfer yaratmaq, bəlkə də birlikdə köhnə albomlara baxmaq və ya gələcək ailə planları haqqında danışmaq aranızdakı bağı inanılmaz dərəcədə qüvvətləndirəcək. Kiçik inciklikləri böyütməyin, səmimi bir qucaqlaşma bugün bütün problemlərin ən asan həllidir. Sosial sferada bugün xərçənglər sirdaş rolundadırlar. Dostlarınız ən gizli kədərlərini və sevinclərini məhz sizinlə bölüşmək istəyəcəklər, çünki sizin empatiya qurma bacarığınız bugün zirvədədir. Lakin başqalarının emosional yüklərini daşıyarkən öz sərhədlərinizi qorumağı unutmayın. Çox qələbəlik və səs-küylü ortamlar bugün enerjinizi sora bilər, ona görə də yalnız ən yaxın hesab etdiyiniz iki nəfərlə vaxt keçirmək sizə daha xoş gələcək. Sosial çevrənizdə birinin sizə ehtiyacı olduğunu hiss etsəniz, yardım əlinizi uzatmaqdan çəkinməyəcəksiniz. Bugün həm də küsülü olduğunuz bir dostunuzla barışmaq üçün kainat sizə yaşıl işıq yandırır. Sizin səmimiyyətiniz qarşınızdakı insanın müdafiə mexanizmlərini anında qıracaq. İş həyatında xərçənglər bugün yaradıcı təxəyyülləri və kollektivdəki emosional zəkaları ilə fərqlənəcəklər. Əgər işiniz insanlarla, psixologiya ilə və ya qayğı sahələri ilə bağlıdırsa, böyük uğurlar əldə edə bilərsiniz. Bugün rəqabətdən çox əməkdaşlığa üstünlük verəcəksiniz. Ofis daxilindəki gərginliyi azaltmaq və həmkarlarınız arasında körpü qurmaq missiyasını üzərinizə götürə bilərsiniz. Karyeranızla bağlı mühüm bir addım atmaq istəyirsinizsə, bu barədə ailənizlə və ya güvəndiyiniz bir mentorla məsləhətləşmək sizə aydınlıq gətirəcək. Maddi qazancdan çox etdiyiniz işin mənəvi tərəfi və sizə verdiyi huzur bugün daha önəmli olacaq. Başladığınız işləri bitirmək üçün daxili bir intizam nümayiş etdirəcəksiniz, lakin təzyiq altında işləmək sizə çətin gələ bilər. Öz tempinizdə və sakit mühitdə işləmək məhsuldarlığınızı 2 qat artıracaq. Maliyyə məsələlərində xərçənglər üçün 29 yanvar qoruma günüdür. Mövcud büdcənizi qorumaq və lazımsız xərclərdən qaçmaq əsas prioritetiniz olacaq. Ev və ailə üçün ediləcək xərclər, məsələn, dekorasiya və ya ailə üzvlərinə hədiyyə gündəmə gələ bilər. Bu xərclər sizi üzməyəcək, əksinə sevdikləriniz üçün nəsə etmək sizə xoşbəxtlik verəcək. İnvestisiya mövzusunda riskli addımlardan uzaq durun, daha çox stabil və uzun müddətli variantlara yönəlmək sizin təbiətinizə uyğundur. Əgər bir daşınmaz əmlak və ya miras məsələsi varsa, bugün bu mövzuda bəzi xəbərlər ala bilərsiniz. Maddi təhlükəsizlik hissi sizin üçün emosional təhlükəsizliklə bərabərdir. Buna görə də gələcək üçün kiçik bir kənara pul qoymaq, hətta simvolik olsa da, bugün daxili narahatlığınızı azaldacaq. Şans sizin tərəfinizdədir, amma bu şans daha çox qənaətçiliyiniz sayəsində özünü göstərəcək. Bugün sağlamlığınız birbaşa əhval-ruhiyyənizlə əlaqəlidir. Mədə və həzm sistemi xərçənglərin emosional barometridir. Əgər stresli olsanız, bu dərhal həzm sisteminizdə özünü büruzə verə bilər. Buna görə də ağır yeməklərdən qaçmalı və sakit mühitdə qidalanmalısınız. Psixoloji olaraq keçmişə meyliniz artıq ola bilər, köhnə xatirələr və ya yaşanmışlıqlar zehninizi məşğul edə bilər. Bu halı kədərə çevirmək yerinə onlardan dərs çıxarmağa çalışın. Su ilə təmasda olmaq, uzun bir duş qəbul etmək və ya sadəcə dəniz kənarında gəzmək enerjinizi inanılmaz dərəcədə təmizləyəcək. Yuxu rejiminizə diqqət edin, çünki bugün gördüyünüz yuxular sizin üçün xəbərdar edici və ya yol göstərici ola bilər. Ruhunuzu qidalandırmaq üçün musiqi dinləmək və ya yaradıcı bir hobbiyə zaman ayırmaq ən yaxşı bərpa üsuludur. Günün məsləhəti, hamını xoşbəxt etməyə çalışmaqdan əvvəl öz daxili uşağını xoşbəxt et.
Başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tutmaq səni yora bilər. Bugün yox deməyi deyil, mənə biraz zaman lazımdır deməyi öyrən. Sənin huzurun bütün ailənin huzurudur. Motivasiya, sənin qəlbin bir okean qədər dərindir və o okeanda hələ kəşf olunmamış çox sayda inci var. Sənin həssaslığın zəifliyin deyil, ən böyük gücündür. Dünyanı yalnız sevgi və şəfqətlə dəyişmək olar və sən bu işin ustadısan. Bugün özünə qarşı mehriban ol və kainatın səni qucaqlamasına icazə ver. Sən dəyərlisən və hər şeyin ən gözəlinə layiqsən. Şiir. Bugün şiirlər üçün səhnəyə çıxış günüdür. Kainat sizə elə bir enerji bəxş edir ki, hara getsəniz, hansı mühitə girsəniz, bütün gözlər istər-istəməz sizə dikiləcək. Bu, sadəcə xarici görkəmlə bağlı deyil, sizin auranızdan gələn sarsılmaz özünə inamın nəticəsidir. Planetlərin düzülüşü sizin yaradıcı potensialınızı və həyat eşqinizi alovlandırır. Səhər saatlarından etibarən özünüzü hər hansı bir böyük layihəyə rəhbərlik etməyə hazır və qadir hiss edəcəksiniz. Bugünün enerjisi sizi həyatın ləzzətini çıxarmağa və çətinliklərə gülərək meydan oxumağa dəvət edir. Lakin unutmayın ki, günəş həm isidir, həm də yandıra bilər. Bu yüksək enerjini təkəbbürə deyil, ətrafınızdakiləri ruhlandırmağa yönəltsəniz, günün qalibi siz olacaqsınız. Günün rəngləri qızılı, sarı və kəhrəba çalarlarıdır. Bu rənglər sizin həyat enerjinizi pranam balansda saxlayacaq və yaradıcılığınızı stimullaşdıracaq. Subay şiirlər üçün, eşq həyatınızda bugün ovçu deyil, ov rolunda ola bilərsiniz. Sizin xarizmanız və səmimi gülüşünüz kiminsə diqqətini tam mərkəzdən vuracaq. Əgər birindən xoşunuz gəlirsə, ilk addımı atmaqdan çəkinməyin, çünki bugün rədd edilmək ehtimalınız demək olar ki, yoxdur. Sizin üçün sevgi bugün bir macəra kimidir. Standart tanışlıqlardan çox dramatik və yadda qalan anlar yaşamaq istəyəcəksiniz. Evli və partnyoru olan şiirlər üçün münasibətinizdə ehtirasın və romantikanın yenidən alovlandığı bir gündür. Partnyorunuzun sizə qarşı olan heyranlığını hiss etmək ruhunuzu oxşayacaq. Lakin diqqətli olun ki, münasibətdə yalnız mən mərkəzli olmayasınız. Sevdiyiniz insana kiçik, amma kral-kraliçəyə layiq bir jest etmək aranızdakı səmimiyyəti daha da artıracaq. Birlikdə əyləncəli bir tədbirə qatılmaq və ya sadəcə diqqət mərkəzində olacağınız bir məkanda vaxt keçirmək münasibətinizə yeni rənglər qatacaq. Sosial həyatda şiirlər bugün təbii lider və əyləncə mühərrikidir. Dostlarınız sizin ətrafınızda toplanmaqdan və sizin enerjinizdən pay almaqdan zövq alacaqlar. Bir tədbir təşkil etmək və ya dost qrupunu bir yerə yığmaq üçün əla zamandır. Siz bugün həm də ədalətli bir hakim rolunda çıxış edə bilərsiniz. Dostlarınız arasında yaranan mübahisələri öz nüfuzunuz və obyektivliyinizlə asanlıqla yoluna qoyacaqsınız. Lakin hər kəsin sizə rəğbət bəsləməsini gözləməyin. Bəzi insanların paxıllıq hissi ilə qarşılaşa bilərsiniz, amma bu sizi sadəcə daha çox parlatmalıdır. Yeni və nüfuzlu tanışlıqlar üçün qapılarınız açıqdır. Sosial çevrənizdə sözünüzün kəsəri böyükdür, ona görə də verdiyiniz vədlərə diqqət yetirin. Cömertliyiniz və ürək açıqlığınız bugün sizə yeni və sadiq dostlar qazandıra bilər. Karyera sahəsində şiirlər bugün şahmat gedişi edə bilərlər. Strateji düşünmək və həlledici məqamlarda məsuliyyəti üzərinə götürmək qabiliyyətiniz sizi rəhbərliyin gözündə yüksəldəcək. Əgər bir təqdimatınız və ya mühüm bir çıxışınız varsa, natiqlik qabiliyyətiniz hər kəsi heyran qoyacaq. Yaradıcı işlərlə məşğul olanlar üçün bugün şah əsərlərini ortaya qoymaq vaxtıdır. Ofis daxilindəki iyerarxiyada öz yerinizi daha da möhkəmləndirəcəksiniz. Rəqibləriniz sizin sürətinizə və qətiyyətinizə çatmaqda çətinlik çəkəcəklər. Lakin iş yoldaşlarınızla ünsiyyətdə əmr verən ton deyil, yol göstərən ton istifadə etsəniz, daha çox dəstək alacaqsınız. Karyeranızda ambisiyalarınızın pik həddə çatdığı bu gündə qarşınıza qoyduğunuz hər hansı bir məqsədə çatmaq üçün kainat sizə yaşıl işıq yandırır. Özünüzə olan inamınız ən çətin qapıları belə açacaq. Maliyyə məsələlərində şiirlər üçün bugün həm böyük qazanclar, həm də ehtiraslı xərclər vəd edir. Özünüzü və sevdiklərinizi şımartmaq üçün pul xərcləməkdən çəkinməyəcəksiniz. Bu, kral daxılı günüdür. Gəlirlərinizdə bir artım və ya gözlənilməz bir mükafat ola bilər. Lakin ulduzlar xəbərdarlıq edir. Lüksə olan meyliniz büdcənizi bir anda sıfırlaya bilər. İnvestisiya məsələlərində cəsarətli addımlar atmaq istəyə bilərsiniz. Bugün bəxtiniz gətirə bilər, amma yenə də hər şeyi riskə atmamaq şərti ilə. Maddi azadlığınızı nümayiş etdirmək istəyi sizi bəzi lazımsız nümayişkaranə xərclərə itələyə bilər. Pulun sizin üçün sadəcə bir vasitə olduğunu xatırlayın və onu gələcək layihələriniz üçün bir fundament kimi istifadə edin.
Əgər bir alış-veriş etmək istəyirsinizsə, keyfiyyətə üstünlük verin, ucuz şeylər sizin zövqünüzə və statusunuza bugün uyğun gəlməyəcək. Sağlamlıq baxımından şirlər bugün ürək və qan damar sisteminə diqqət yetirməlidirlər. Yüksək emosional coşğu və hərəkətlilik ürəyinizi bir qədər yora bilər, ona görə də həddindən artıq fiziki yükdən qaçın. Psixoloji olaraq özünüzü çox güclü və məğlub edilməz hiss edirsiniz, bu da sizi daxili bir yanğın içində saxlaya bilər. Bu daxili ateşi söndürmək üçün axşam saatlarında açıq havada gəzinti və ya meditasiya çox faydalı olar. Onurğa və bel nahiyənizdə bəzi gərginliklər yarana bilər, duruşunuza, posturanıza diqqət yetirin. Gün ərzində kifayət qədər su içmək enerjinizi balanslaşdıracaq. Sizin üçün ən yaxşı psixoloji terapiya, təriflənmək və əməyinizin qiymətləndirilməsidir. Əgər bugün kifayət qədər diqqət görməsəniz, daxili büdrəmələr yaşaya bilərsiniz. Unutmayın ki, sizin dəyəriniz başqalarının sözündən deyil, daxili parıltınızdan gəlir. Günün məsləhəti, hər kəs sənin sürətinlə qaça bilməz. Onlara qarşı biraz daha dözümlü ol. Bugün öz işığınla başqalarının yolunu aydınlat, amma onların gözünü qamaşdırma. Böyüklük bağışlamağı bacarmaqdır. Sənə qarşı edilən xırda səhvləri görməzdən gəl və krallığına yaraşan əzəməti qoru. Motivasiya, sən kainatın mərkəzində dayanan bir ulduzsan. Sənin gücün yalnız nəriltində deyil, həm də böyük qəlbindədir. Heç kim sənin taxtını səndən ala bilməz, çünki o taxt sənin ruhunda qurulub. Bugün dünya sənə baxır, onlara necə parlayacağını göstər. Sən qazanmaq üçün doğulmusan və bugün o zəfər anlarından biridir. Qız. Bugün qızlar üçün sanki bir detallaşdırma və təmizləmə günüdür. Göy üzündəki planetar düzülüş sizin fokuslanma qabiliyyətinizi maksimuma çatdırır. Səhər saatlarından etibarən ətrafınızdakı hər hansı bir natamamlığı, səhvi və ya nizamsızlığı dərhal fərq edəcək və onları düzəltmək üçün daxili bir təkan hiss edəcəksiniz. Bu, sadəcə fiziki təmizlik deyil, həm də fikirlərinizin rəflərə düzülməsidir. Kosmik vibrasiyalar sizin səmərəliliyinizi artırır, az enerji sərf edərək çox iş görmək üçün ideal bir zamandır. Lakin bu yüksək mükəmməllik axtarışı sizi həddindən artıq tənqidi birinə çevirə bilər. Unutmayın ki, həyat bəzən öz qüsurları ilə gözəldir. Günün enerjisi sizi daha çox praktik həllərə və konkret nəticələrə yönəldir. Günün rəngləri boz, qum rəngi və tünd göydür. Bu rənglər sizin zehni sakitliyinizi qorumağa və diqqətinizi mühüm məsələlərdə saxlamağa kömək edəcək. Subay qızlar üçün, bugün sevgi mövzusunda emosional şovlar deyil, intellektual uyğunluq axtaracaqsınız. Sizin üçün kiminsə dürüstlüyü və verdiyi sözü tutması ən böyük romantikadır. İş mühitində və ya ciddi bir tədbirdə tanış olacağınız biri öz ciddiliyi və məsuliyyəti ilə diqqətinizi çəkə bilər. Duyğularınızı dərhal büruzə verməyəcəksiniz, lakin qarşı tərəfi bir mikroskop altında analiz edərək onun sizin dünyanıza uyğun olub-olmadığına qərar verəcəksiniz. Evli və partnyoru olan qızlar üçün münasibətinizdə praktik sevgi ön plana çıxır. Bir-birinizə kömək etmək, ev işlərini bölüşmək və ya ortaq bir problemi həll etmək sizi bahalı hədiyyələrdən daha çox yaxınlaşdıracaq. Partnyorunuza qarşı biraz daha dözümlü olmağa çalışın, onun xırda səhvlərini daim qabartmaq aranızda lüzumsuz gərginlik yarada bilər. Birlikdə gələcək üçün real planlar qurmaq və büdcəni müzakirə etmək bugün üçün ən yaxşı romantik fəaliyyət olacaq. Sosial sahədə qızlar bugün məsləhətçi və problem həll edən rolundadırlar. Dostlarınız qarşılaşdıqları mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmaq üçün məhz sizə müraciət edəcəklər. Sizin məntiqi yanaşmanız və detalları görmə qabiliyyətiniz başqaları üçün həyat qurtarıcı ola bilər. Lakin hər kəsin həyatını nizama salmağa çalışarkən özünüzü yormayın. Bugün yeni tanışlıqlardan ziyarətcə, sınaqdan keçmiş və etibarlı dostlarla vaxt keçirmək sizə daha çox rahatlıq verəcək. Sosial çevrənizdə dürüstlük və şəffaflıq bugün sizin üçün ən vacib meyardır. Əgər birinin səmimiyyətinə şübhəniz varsa, ondan məsafə saxlamaq instinktiniz düzgün işləyəcək. Boş və mənasız söhbətlər sizi yora bilər, ona görə də yalnız öyrənə biləcəyiniz və ya fayda verə biləcəyiniz ortamlarda qalmağa üstünlük verəcəksiniz. İş həyatında bugün sizin ulduzunuzun parladığı andır. Qız bürcünün təbii işgüzarlığı və dəqiqliyi 29 yanvarda hər kəs tərəfindən təqdir olunacaq. Mürəkkəb rəqəmlər, hesabatlar və ya planlaşdırma tələb edən tapşırıqlar sizin əlinizdə asanlıqla həllini tapacaq. Ofisdə hər kəs xaos içində olanda siz sakitcə işləri nizama salacaqsınız. Rəhbərlik sizin etibarlılığınızı və detallara olan diqqətinizi fərq edə bilər, bu da gələcək karyera yüksəlişi üçün zəmin yaradacaq.
Karyeranızda hər hansı bir yenilik etmək istəyirsinizsə, bugün həmin planın bütün risklərini hesablayıb kağıza köçürmək üçün mükəmməldir. İş yoldaşlarınızdan kiminsə səhlənkarlığı sizi əsəbləşdirə bilər, lakin bu vəziyyəti konstruktiv şəkildə ifadə etməyə çalışın. Uğur detallarda gizlidir prinsipini rəhbər tutaraq bugünü böyük bir peşəkar zəfərlə tamamlaya bilərsiniz. Maliyyə məsələlərində qızlar bugün olduqca qənaətcil və strateji davranacaqlar. Boş yerə pul xərcləmək sizin təbiətinizə zidd olacaq. 29 yanvar büdcənizi yenidən nəzərdən keçirmək, qənaət planları qurmaq və ya gələcək investisiyalar üçün araşdırma aparmaq üçün əla gündür. Ola bilsin ki, köhnə bir sənədi və ya qəbzi yoxlayarkən maliyyə xeyrinizə olan bir detalı kəşf edəsiniz. Alış-veriş edərkən yalnız keyfiyyətli və uzunömürlü şeylərə üstünlük verəcəksiniz. Əgər bir borcunuz varsa, onu ödəmək üçün plan qurmaq sizi psixoloji olaraq rahatladacaq. Maliyyə sahəsində risklərdən qaçın, az olsun, təmiz olsun, məntiqi bugün sizi daha böyük itkilərdən qoruyacaq. Hər hansı bir maliyyə sazişi imzalamalı olsanız, kiçik hərflərlə yazılmış qeydləri belə diqqətlə oxuyun, sizin iti gözlərinizdən heç bir yanlışlıq qaçmayacaq. Sağlamlıq cəhətdən bugün ən çox diqqət yetirməli olduğunuz yer həzm sisteminiz və sinirlərinizdir. Həddindən artıq düşünmək, overthinking, sizi zehni olaraq yora bilər, bu da fiziki yorğunluğa səbəb olar. Təbii qidalara üstünlük verin və bitki çayları ilə sinir sisteminizi sakitləşdirin. Psixoloji olaraq hər şeyi nəzarət altında saxlamaq istəyi sizi gərginləşdirə bilər. Arada bir buraxmağı və hadisələrin axarına buraxmağı sınaqdan keçirin. Yoga və ya dərindən nəfəs məşqləri sizin o gərgin daxili dünyanızı nizama salmaq üçün möhtəşəm bir vasitədir. Gigiyena və nizam bugün sizin üçün psixoloji bir ehtiyac olacaq, masanızı və ya otağınızı sahmana salmaq daxili hüzurunuzu bərpa edəcək. Yuxudan əvvəl zehninizi boşaltmaq üçün biraz mütaliə etmək və ya günün qısa gündəliyini yazmaq sizə çox yaxşı təsir edəcək. Günün məsləhəti, mükəmməllik bir hədəf deyil, bir prosesdir. Bugün özünüzə və ətrafınızdakılara qarşı biraz daha şəfqətli olun. Hər şeyi düzəltmək sizin tək başına vəzifəniz deyil. Bəzən ən böyük irəliləyiş kiçik səhvləri qəbul etməklə başlayır. Motivasiya, sənin hər şeyi incəliyinə qədər düşünən ağlın və zəhmətkeş qəlbin dünyanı daha yaxşı bir yerə çevirir. Heç bir əmək hədər getmir və sən bugün attığın hər bir nizamlı addımla öz gələcək şah əsərini qurursan. Sən kainatın intizamısan. Özünə inansan, həll edə bilməyəcəyin heç bir mürəkkəb tapmaca yoxdur. Bugün öz dəqiqliyinlə parla. Tərəzi. Bugün tərəzilər üçün harmoniya axtarışı günüdür. Göy üzündəki planetar vibrasiyalar sizin ədalət hissinizi və gözəlliyə olan meylinizi stimullaşdırır. Səhər saatlarından etibarən ətrafınızdakı gərginliyi azaltmaq və insanları bir araya gətirmək üçün təbii bir istək hiss edəcəksiniz. Sizin enerjiniz bugün yumşaq güc kimidir, qışqırmadan, sadəcə doğru sözləri seçərək hər kəsi öz tərəfinizə çəkə bilərsiniz. Kosmik enerji sizi qərarsızlıqdan uzaq durmağa və daxili tərəzinizi tarazlamağa çağırır. Əgər son günlərdə özünüzü biraz yük altında hiss etmisinizsə, bugün o yükün azaldığını və ruhunuzun yüngülləşdiyini görəcəksiniz. Günün rəngləri pastel tonları, xüsusən də solğun çəhrayı və açıq mavi çalarlarıdır. Bu rənglər sizin auranızı sakitləşdirəcək və ətrafınıza hüzur yaymağınıza kömək edəcək. Bugün həyatın kəskin künclərini yuvarlaqlaşdırmaq və hər şeydə bir orta yol tapmaq üçün ideal zamandır. Subay tərəzilər üçün, bugün sevgi həyatınızda zəriflik və nəzakət hər şeyi həll edəcək. Kobud və aqressiv enerjilərdən uzaqlaşacaq, daha çox mədəni və intellektual səviyyəsi yüksək olan insanlara meyl edəcəksiniz. Ola bilsin ki, sənət mühitində bir sərgi və ya konsert salonunda maraqlı bir tanışlıq yaşayasınız. Sizin xarizmanız bugün səssiz, amma dərindir. Qarşı tərəflə qurduğunuz dialoqlarda istifadə etdiyiniz hər bir kəlmə onun qəlbinə gedən yolu açacaq. Evli və partnyoru olan tərəzilər üçün münasibətinizdə biz olmağın gözəlliyini yaşayacaqsınız. Əgər aranızda kiçik bir inciklik varsa, bugün barışmaq üçün ən uyğun zamandır. Sizin diplomatik yanaşmanız partnyorunuzun müdafiə bariyerlərini asanlıqla aşacaq. Birlikdə eviniz üçün gözəl bir şey almaq və ya axşamı şam işığında romantik bir atmosferdə keçirmək münasibətinizə yeni bir nəfəs gətirəcək. Sevdiyiniz insanın ehtiyaclarını duymaq və ona emosional dəstək olmaq bağınızı daha da sarsılmaz edəcək. Sosial aləmdə tərəzilər bugün mühit düzəldən və barışdırıcı rolundadırlar. Dostlarınız sizin obyektiv fikirlərinizə və ədalətli mühakimənizə ehtiyac duyacaqlar.
İki dostunuz arasındaki mübahisədə tərəf tutmaq yerinə hər ikisini anlayan o möhtəşəm balansı tapacaqsınız. Bugün sosial çevrənizdə nüfuzunuz artır, çünki insanlar sizin yanınızda özlərini rahat və dəyərli hiss edirlər. Yeni tanışlıqlar üçün açıq olun, lakin enerjinizi sora biləcək toksik insanlardan məsafə saxlamağı da unutmayın. Sosial tədbirlərdə iştirak etmək və ya kiçik bir dost məclisi təşkil etmək ruhunuzu qidalandıracaq. Sizin daxili zərifliyiniz bugün ən çətin xarakterli insanları belə yumşalda bilər. Hər kəsin eyni fikirli olması vacib deyil, vacib olan hörmət çərçivəsində qalmaqdır və siz bunu ustadca bacaracaqsınız. İş həyatında bugün tərəzilər üçün əməkdaşlıq və ortaq layihələr ön plana çıxır. Tək başına işləmək yerinə bir komandanın hissəsi olmaq və ya tərəfdaşlıq qurmaq sizə daha böyük uğurlar gətirəcək. Danışıqlar, müqavilələrin imzalanması və ya müştərilərlə ünsiyyət tələb edən sahələrdə çalışanlar üçün 29 yanvar olduqca məhsuldar keçəcək. Sizin diplomatik qabiliyyətiniz ən sərt rəhbəri və ya ən tələbkar müştərini belə razı salmağa yetəcək. Ofis mühitində estetik və nizam yaratmaq istəyiniz iş yoldaşlarınız tərəfindən müsbət qarşılanacaq. Karyeranızda irəliləmək üçün intriqalardan uzaq durun və öz dürüst imicinizi qoruyun. Yaradıcı sahədəsinizsə bugün rənglər, formalar və simmetriya ilə bağlı daxili ilhamınız zirvədə olacaq. İşinizdə həm gözəl, həm də faydalı olanı yaratmaq üçün kainat sizi dəstəkləyir. Maliyyə məsələlərində tərəzilər bugün balans axtarışındadırlar. Gəlir və xərclərinizi tərəziyə qoyub ciddi bir analiz etmək üçün yaxşı gündür. Gözəlliyə, modaya və ya bəzək əşyalarına olan meyliniz sizi planlaşdırılmamış xərclərə itələyə bilər. Unutmayın ki, həqiqi dəyər qiymətdə deyil, keyfiyyətdə və sizə verdiyi ruh yüksəkliyindədir. Əgər bir ortaq maliyyə məsələniz varsa, məsələn, ailə büdcəsi və ya biznes ortaqlığı, bugün bu mövzuda şəffaf və ədalətli danışıqlar aparmaq vaxtıdır. Maddi yardıma ehtiyacı olan birinə kiçik bir dəstək olmaq sizin bərəkətinizi artıra bilər. Şans oyunlarından və sürətli qazanc vədlərindən uzaq durun, sizin üçün maliyyə uğuru sabitlik və düzgün seçimlər üzərində qurulmalıdır. Gələcək investisiya planları üçün incə bir araşdırma aparmaq bugün sizi gələcəkdə böyük risklərdən sığortalayacaq. Sağlamlıq cəhətdən bugün ən çox diqqət yetirməli olduğunuz orqanlarınız böyrəklər və bel nahiyəsidir. Gün ərzində bol su içmək və ağır fiziki hərəkətlərdən qaçmaq vacibdir. Psixoloji olaraq qarşı durmaq qorxusu sizi daxilən gərginləşdirə bilər. Hər kəsi razı salmağa çalışmaq bəzən özünüzü itirməyinizə səbəb olur, buna görə də daxili hüzurunuzu hər şeydən üstün tutun. Gözəl bir mühitdə olmaq, klassik musiqi dinləmək və ya rənglərlə məşğul olmaq, məsələn, rəsm çəkmək sizin üçün ən yaxşı meditasiya olacaq. Özünüzü emosional olaraq yorğun hiss etsəniz, biraz tək qalıb düşüncələrinizi sahmana salın. Yuxu rejiminizə diqqət edin, çünki gözəlliyiniz və enerjiniz birbaşa keyfiyyətli istirahətdən asılıdır. Ruhunuzu qidalandıracaq estetik fəaliyyətlər bugün sizin sağlamlıq düsturunuzdur. Günün məsləhəti, bəzən hər demək asandır, amma yox demək sizi azad edir. Öz daxili tarazlığını qorumaq üçün lazım gəldikdə sərhədlərini müəyyən etməkdən çəkinmə. Ədalətli olmaq yalnız başqalarına qarşı deyil, həm də özünə qarşı dürüst olmaq deməkdir. Motivasiya, sən dünyanın zərifliyi və harmoniyasısan. Sənin varlığın girdiyin hər ortama hüzur və gözəllik bəxş edir. Unutma ki, xaosun içində belə nizam yaratmaq gücü yalnız səndədir. Bugün öz işığına inan və hər şeyi sevgi ilə tarazla. Sən həm ədalətin qılıncı, həm də sülhün göyərçinisən. Uğur səninlədir. Əqrəb. Bugün əqrəblər üçün sanki yenidən doğuş və daxili təftiş günüdür. Göy üzündəki planetar düzülüş sizin fokuslanma qabiliyyətinizi və iradənizi polad kimi möhkəmləndirir. Səhər saatlarından etibarən ətrafınızdakı insanların demədiyi sözləri eşidəcək, gizli qalan detalları bir detektiv dəqiqliyi ilə fərq edəcəksiniz. Sizin enerjiniz bugün sakit okean kimidir, üzdə sakit görünsəniz də dərinliklərdə böyük bir güc və ehtiras qaynayır. Kosmik vibrasiyalar sizi səthi olan hər şeydən uzaqlaşdırıb, məsələlərin mahiyyətinə enməyə sövq edir. Bugün hər hansı bir çətinliyi fürsətə çevirmək üçün unikal bir qabiliyyətə maliksiniz. Günün rəngləri tünd qırmızı, şərab rəngi və qara çalarlarıdır. Bu rənglər sizin sirli auranızı qorumağa və daxili gücünüzü cəmləməyə kömək edəcək. Bugün köhnəlmiş və sizə fayda verməyən vərdişləri tamamilə kəsib atmaq üçün kainat sizə ən böyük dəstəyi verir. Subay əqrəblər üçün bugün sevgi mövzusunda ya hamı ya heç nə prinsipini rəhbər tutacaqsınız. Sizi maraqlandıran sadəcə xoş vaxt keçirmək deyil, qarşı tərəfin ruhunun dərinliklərinə enmək olacaq.
Cazibədarlığınızın və sirli görünüşünüzün qarşısında durmaq çox çətindir. Tamamilə təsadüfi, bəlkə də bir qədər qaranlıq və ya sirli bir məkanda, məsələn, bir antikvar mağazası və ya gecə yürüyüşü zamanı ruhən sizə çox yaxın olan biri ilə qarşılaşa bilərsiniz. Evli və partnyoru olan əqrəblər üçün münasibətinizdə dürüstlük və sadiqlik sınağı yaşana bilər. Partnyorunuzla aranızda olan bütün gizli qalan məsələləri danışmaq və emosional təmizlik aparmaq üçün ideal gündür. Sizin ehtirasınız münasibətə yeni bir can verəcək. Lakin qısqanclıq və idarə etmə hissinizi cilovlamağa çalışın, qarşı tərəfə nəfəs alması üçün boşluq buraxmaq bağınızı daha da möhkəmləndirəcək. Dərin bir etibar üzərində qurulan münasibət bugün yeni bir səviyyəyə, ruhi birliyə keçə bilər. Sosial sferada əqrəblər bugün müşahidəçi rolundadırlar. Çox danışmaq yerinə dinləməyi və analiz etməyi üstün tutacaqsınız. Dostlarınız arasında kimin səmimi, kimin isə maska taxdığını anlamaq sizin üçün heç vaxt bu qədər asan olmamışdı. Bugün hər kəsə deyil, yalnız sınaqdan keçmiş, oddan sudan keçdiyiniz iki yaxın dostunuza güvənəcəksiniz. Sosial çevrənizdə bir dəyişiklik etmək, sizə mənfi enerji verən insanlarla bağları bir dəfəlik qırmaq qərarı ala bilərsiniz. Kiməsə yardım etmək lazım gəldikdə, bunu səssizcə və heç bir qarşılıq gözləmədən edəcəksiniz. Sizin sadiqliyiniz dostlarınız üçün ən böyük dayaqdır. Lakin şəxsi həyatınızla bağlı sirləri özünüzdə saxlamağa üstünlük verin. Bugün sir saxlamağın gücü sizin tərəfinizdədir. İş həyatında əqrəblər üçün bugün strateji hücum günüdür. Kimsənin fərqinə varmadığı fürsətləri görmək və ya mürəkkəb bir problemi kökündən həll etmək qabiliyyətiniz sizi əvəzolunmaz edəcək. Tədqiqat, analiz, maliyyə və ya böhran idarəçiliyi ilə məşğul olanlar üçün 29 yanvar olduqca uğurlu keçəcək. Rəqibləriniz sizin növbəti addımınızı təxmin etməkdə çətinlik çəkəcəklər. İş yerində intriqalara qoşulmayın, sadəcə öz hədəfinizə fokuslanın. Əgər yeni bir işə başlamaq və ya vəzifə artımı üçün danışıqlar aparmaq istəyirsinizsə, səs tonunuzdakı əminlik və gözlərinizdəki qətiyyət hər kəsi razı salacaq. Karyeranızda təmizlik etmək, səmərəsiz layihələri sonlandırmaq və gələcəyə daha böyük iddialarla baxmaq üçün ulduzlar sizi dəstəkləyir. İşinizdə hər hansı bir sənədi və ya müqaviləni imzalayarkən gizli bəndləri görmək instinktiniz sizi böyük bir itkidən qurtara bilər. Maliyyə məsələlərində əqrəblər bugün gizli xəzinədarlar kimidir. Maddi vəziyyətinizi hamıya bəyan etməkdən qaçacaq, yığımlarınızı gizli saxlamağa üstünlük verəcəksiniz. 29 yanvar ortaq maliyyə vəsaitləri, miras, sığorta və ya bank kreditləri ilə bağlı məsələləri həll etmək üçün əla gündür. Ola bilsin ki, köhnə bir investisiyanızdan gözlənilməz bir mənfəət əldə edəsiniz. Alış-veriş edərkən impulsiv davranmayacaqsınız, lakin bir şey alsanız, o mütləq çox keyfiyyətli və statuslu bir əşya olacaq. Pulla bağlı məsələlərdə intuisiyanıza güvənin, əgər daxili səsiniz bu risklidir deyirsə, mütləq dayanın. Borc vermək və ya borc almaq üçün yaxşı gün deyil, bugün maddi müstəqilliyinizi qorumağa çalışın. Gələcək üçün böyük bir maliyyə planı qurmaq və ya gəlir mənbələrinizi şaxələndirmək üçün strateji araşdırmalar aparmaq bugün sizi gələcəkdə maliyyə kralı-kraliçası edə bilər. Sağlamlıq baxımından bugün bədəninizin regenerasiya, özünü bərpa gücü çox yüksəkdir. Əgər bir xəstəlikdən sağalırsınızsa, bugün sürətli irəliləyiş hiss edəcəksiniz. Reproduktiv sistem və çanaq nahiyəsinə qarşı həssas ola bilərsiniz, soyuqdan qorunmaq vacibdir. Psixoloji olaraq dərin bir transformasiya dövründən keçirsiniz. Köhnə travmaların üzə çıxması sizi qorxutmasın, əksinə onlarla üzləşmək və onları yandırıb kül etmək üçün möhtəşəm bir fürsətdir. Detoks proqramları, sauna və ya intensiv idman növləri sizin enerjinizi təmizləmək üçün ideal vasitələrdir. Psixoloqla söhbət etmək və ya dərin meditasiya sizin daxili düyünlərinizi açacaq. Yuxularınız bugün çox mənalı və xəbərdar edici ola bilər, onları bir yerə qeyd etmək faydalıdır. Ruhunuzun bugün ən çox ehtiyacı olan şey, tamamilə yenilənmək və bütün mənfi yüklərdən azad olmaqdır. Günün məsləhəti, hər kəsə hər şeyi izah etmək məcburiyyətində deyilsən. Sükut sənin ən böyük gücündür. Bugün enerjini xarici dünyaya deyil, daxili hədəflərinə yönəlt. Unutma ki, ən dərin sular ən sakit axan sulardır. Biraz səbr və strateji gözləmə səni hər kəsdən irəli aparacaq. Motivasiya, sən küldən yenidən doğulan Feniks quşusan. Heç bir maneə sənin iradəni sındıra bilməz. Ən qaranlıq gecənin belə bir səhəri var və sən o qaranlıqda belə yolunu görə bilən nadir insanlardansan. Bugün daxili gücünə inan və heç kimin sənin potensialını şübhə altına almasına icazə vermə.
Sən idarə edənsən, idarə olunan yox. Dünya sənin iradənin qarşısında baş əyməyə hazırdır. Ox atan. Bugün ox atanlar üçün sanki bir kəşfiyyat yürüşü günüdür. Göy üzündəki planetar vibrasiyalar sizin azadlıq sevginizi və öyrənmə ehtirasınızı maksimuma çatdırır. Səhər saatlarından etibarən yerinizdə dura bilməyəcək, yeni yerlər görmək, yeni insanlar tanımaq və ya yeni bir ideyanın dalınca getmək üçün daxili bir təkan hiss edəcəksiniz. Sizin enerjiniz bugün parlaq bir məşəl kimidir, hara getsəniz, oraya ümid və sevinç aparacaqsınız. Kosmik enerji sizi qəliblərdən çıxmağa və həyata daha geniş bir bucaqdan baxmağa çağırır. Əgər son zamanlar rutin həyat sizi sıxmışdırsa, bugün həmin zəncirləri qırmaq üçün ideal zamandır. Günün rəngləri bənövşəyi, tünd göy və firuzəyi çalarlarıdır. Bu rənglər sizin uzaq görənliyinizi artıracaq və bəxtinizi açmağa kömək edəcək. Bugün kainatın sizə pıçıldadığı imkanları duymaq üçün qəlbinizi və ağlınızı geniş açın. Subay ox atanlar üçün, bugün sevgi sizin üçün ortaq macəra deməkdir. Sizi sadəcə zahiri görkəmi ilə deyil, həm də dünya görüşü və səyahət hekayələri ilə heyran edəcək birinə ehtiyac duyacaqsınız. Xarici ölkədən olan və ya fərqli mədəniyyətə mənsub biri ilə maraqlı bir ünsiyyət başlaya bilər. Sizin səmimiyyətiniz və hər şey mümkündür, yanaşmanız qarşı tərəfi özünə valeh edəcək. Eşq bugün sizə bir səfər zamanı və ya təhsil mühitində göz vuracaq. Evli və partnyoru olan ox atanlar üçün münasibətinizdə yenidən kəşf dövrüdür. Partnyorunuzla birlikdə gələcək səyahət planları qurmaq və ya fəlsəfi mövzularda dərin müzakirələr aparmaq bağınızı gücləndirəcək. Aranızdakı monotonluğu dağıtmaq üçün gözlənilməz bir təklif edin, məsələn, heç vaxt getmədiyiniz bir məkanda şam yeməyi yeyin. Bugün bir-birinizə azadlıq və şəxsi məkan tanımaq münasibətinizi daha da sağlamlaşdıracaq. Sevgi birlikdə böyüməkdir və bugün siz bu artımı hiss edəcəksiniz. Sosial aləmdə ox atanlar bugün ruhun qidası və əyləncə mənbəyidir. Dostlarınız sizin yanınızda olmaqdan, sizin zarafatlarınızı dinləməkdən və sizinlə birlikdə gələcəyə nikbin baxmaqdan zövq alacaqlar. Siz bugün fərqli sosial qruplar arasında körpü rolunu oynaya bilərsiniz. Yeni tanışlıqlar sizin üçün sadəcə yeni adlar deyil, həm də yeni perspektivlər deməkdir. Sosial çevrənizdə nüfuzunuz artır, çünki insanlar sizin dürüst və açıq sözlü olmağınızı yüksək qiymətləndirirlər. Bir xeyriyyə tədbirində və ya ictimai layihədə iştirak etmək ruhunuzu qidalandıracaq. Dostlarınızla birlikdə açıq havada vaxt keçirmək və ya maraqlı bir seminar qatılmaq günün ən gözəl sosial fəaliyyəti ola bilər. Sizin enerjiniz bugün ən pessimist insanı belə həyata bağlaya bilər. İş həyatında bugün ox atanlar üçün böyük düşünmək günüdür. Kiçik detallarda boğulmaq yerinə layihənin ümumi rəsmini görmək və strateji hədəflər müəyyən etmək sizin güclü tərəfiniz olacaq. Əgər işiniz təhsil, hüquq, xarici ticarət və ya nəşriyyatla bağlıdırsa, 29 yanvarda böyük sıçrayışlar edə bilərsiniz. Sizin natiqlik qabiliyyətiniz və inandırma gücünüz mühüm danışıqlarda qələbənizi təmin edəcək. Ofis mühiti sizə dar gələ bilər, əgər mümkündürsə işinizi bir kafedə və ya daha geniş bir məkanda görməyə çalışın. Karyeranızda yeni bir zirvəyə çatmaq üçün xarici əlaqələrinizi genişləndirmək və ya yeni bir dil öyrənməyə başlamaq üçün ulduzlar sizi dəstəkləyir. Sizin risk almaqdan qorxmamağınız rəhbərliyin diqqətini çəkəcək və yeni qapılar açacaq. Maliyyə məsələlərində ox atanlar bugün səxavətli və risksevər ola bilərlər. Gəlirlərinizi artırmaq üçün yeni və qeyri-adi yollar axtaracaqsınız. 29 yanvar uzaq perspektivli investisiyalar və ya xaricdəki maliyyə imkanlarını araşdırmaq üçün əla gündür. Lakin diqqətli olun, nikbinliyiniz bəzən xərcləri düzgün hesablamamağınıza səbəb ola bilər. Təhsilinizə və ya şəxsi inkişafınıza yatıracağınız pul sizə gələcəkdə 10 qat artıqlaması ilə qayıdacaq. Alış-veriş edərkən daha çox təcrübələrə, məsələn, bilet almaq, kursa yazılmaq, pul xərcləməyə meyl edəcəksiniz. Şans maliyyə sahəsində sizinlədir, amma bu şansı qumar kimi yox, strateji yatırım kimi dəyərləndirin. Əgər bir maliyyə tərəfdaşlığı təklifi alsanız, onun beynəlxalq miqyasını mütləq nəzərə alın. Sağlamlıq cəhətdən bugün ən çox diqqət yetirməli olduğunuz nahiyələr bud və qaraciyərdir. Həddindən artıq yağlı qidalardan və spirtli içkilərdən uzaq durmaq ruh halınızı da yaxşılaşdıracaq. Psixoloji olaraq özünüzü çox azad və genişlənmiş hiss edirsiniz. Qapalı məkanlarda çox qalmaq daxili sıxıntıya səbəb ola bilər, ona görə də imkan tapan kimi təbiətə və ya geniş parklara üz tutun. Atçılıq, uzun məsafəli qaçış və ya sadəcə uzaqlara baxmaq sizin üçün ən yaxşı meditasiyadır.
Zehni yorğunluqdan qaçmaq üçün bilgi yüklənməsindən uzaq durun, bəzən sadəcə susmaq və göy üzünü izləmək bütün daxili balansınızı bərpa edəcək. Sizin sağlamlıq düsturunuz bugün hərəkət və təmiz havadır. Günün məsləhəti, hədəfini uzaqlara qoy, amma ayağının altındakı daşlara da diqqət yetir. Bugün dürüst olmaq yaxşıdır, amma dürüstlüyünün başqalarını incitməməsinə çalış. Hər kəsə eyni səmimiyyətlə yanaş, amma hər kəsə eyni dərəcədə sirrini vermə. Motivasiya, sən kainatın əbədi yolçusan. Sənin oxun hər zaman ulduzları nişan alır. Heç bir dağ aşılmaz, heç bir dəniz keçilməz deyil, əgər qəlbində inan varsa. Bugün öz cəsarətinə güvən və naməlum olanın üzərinə addımla. Sən kəşf etmək üçün doğulmusan və dünya sənin kəşflərini gözləyir. İrəli, sonsuzluğa. Oğlaq. Bugün oğlaqlar üçün sanki bir zirvəyə hazırlıq günüdür. Göy üzündəki planetar düzülüş sizin dözümlülüyünüzü və məsuliyyət hissinizi maksimuma çatdırır. Səhər saatlarından etibarən özünüzü hər zamankından daha ciddi, fokuslanmış və qərarlı hiss edəcəksiniz. Sizin enerjiniz bugün qranit qayası kimidir, ətrafdakı xaos və ya emosional dalğalanmalar sizin daxili nizamınızı poza bilməyəcək. Kosmik vibrasiyalar sizi konkret nəticələr əldə etməyə və köhnəlmiş strukturları yenidən qurmağa təşviq edir. Bugün hər hansı bir çətinliyi sadəcə həll edilməli olan bir tapşırıq kimi görəcəksiniz. Günün rəngləri tünd qəhvəyi, kömür qarası və polad bozudur. Bu rənglər sizin avtoritetinizi gücləndirəcək və daxili intizamınızı qorumağa kömək edəcək. Bugün kainat sizə zəhmət çək, bəhrəsini mütləq görəcəksən mesajını verir. Subay oğlaqlar üçün, bugün sevgi mövzusunda emosional oyunlardan uzaq duracaqsınız. Sizin üçün kiminsə ciddiyyəti, həyata baxışı və etibarlılığı ən cəlbedici xüsusiyyətdir. Ola bilsin ki, rəsmi bir görüşdə və ya işgüzar mühitdə tanış olacağınız biri öz duruşu ilə sizdə dərin təsir buraxsın. Sizin cazibəniz bugün soyuqqanlı xarizma üzərində qurulub. Eşq sizin üçün bir öhdəlikdir və bugün o öhdəliyi daşıya biləcək kamil insanları axtaracaqsınız. Evli və partnyoru olan oğlaqlar üçün münasibətinizdə gələcək qurmaq ön plana çıxır. Partnyorunuzla birlikdə ailə büdcəsini, ev təmiri və ya uşaqların gələcəyi kimi ciddi mövzuları müzakirə etmək sizi daha da yaxınlaşdıracaq. Romantika sizin üçün bahalı hədiyyələrdən çox bir-birinizə verdiyiniz sözləri tutmaqda gizlidir. Aranızda kiçik bir anlaşılmazlıq varsa, hisslərə qapılmadan, məntiqlə danışaraq hər şeyi qaydasına sala bilərsiniz. Sadiqlik bugün münasibətinizin sarsılmaz fundamentidir. Sosial sferada oğlaqlar bugün ağsaqqal və ya yol göstərən rolundadırlar. Dostlarınız sizin təcrübənizə və soyuqqanlı mühakimənizə ehtiyac duyacaqlar. Siz bugün boş söhbətlərdən qaçacaq, yalnız sizə nəsə qazandıran və ya inkişafınıza kömək edən insanlarla vaxt keçirməyə üstünlük verəcəksiniz. Sosial çevrənizdə hörmətiniz artır, çünki verdiyiniz sözlərin arxasında durmağınız hər kəsə məlumdur. Nüfuzlu şəxslərlə ünsiyyət qurmaq və ya peşəkar birliklərə qatılmaq üçün mükəmməl gündür. Lakin yaxın dostlarınıza qarşı biraz daha yumşaq olmağa çalışın, həddindən artıq ciddiyyətiniz bəzən yaxınlarınız tərəfindən soyuqluq kimi qəbul edilə bilər. Səmimi bir dəstək və real kömək bugün sizin ən böyük sosial töhfəniz olacaq. İş həyatında bugün oğlaqlar üçün zəfər yürüyüşü sayıla bilər. Sizin təşkilatçılıq qabiliyyətiniz və idarə etmə bacarığınız 29 yanvarda hər kəs tərəfindən təqdir olunacaq. Əgər bir rəhbərsinizsə, komandanızı böyük bir hədəfə doğru uğurla yönəldəcəksiniz. Mürəkkəb layihələr, bürokratik məsələlər və ya dövlət orqanları ilə bağlı işlər sizin dəqiqliyiniz sayəsində asanlıqla həllini tapacaq. Karyeranızda yüksəlmək üçün vacib bir görüşünüz varsa, bugün həmin görüşdən istədiyinizi alaraq çıxa bilərsiniz. İş yoldaşlarınızın səhlənkarlığına qarşı dözümsüz ola bilərsiniz, lakin tənqidlərinizi konstruktiv şəkildə bildirmək nüfuzunuzu daha da artıracaq. Səbrlə qazılan quyu prinsipi bugün sizə ilk müsbət nəticələrini göstərməyə başlayacaq. Peşəkar sahədə sarsılmaz imiciniz bugün daha da möhkəmlənir. Maliyyə məsələlərində oğlaqlar bugün strateji investisiya rejimindədirlər. Hər bir qəpiyin hesabını biləcək və büdcənizi qorumaq üçün qətiyyətli addımlar atacaqsınız. 29 yanvar uzun müddətli əmanətlər, daşınmaz əmlak və ya qiymətli kağızlarla bağlı araşdırmalar aparmaq üçün əla gündür. Ola bilsin ki, keçmişdə qoyduğunuz bir yatırımın sabit gəlir gətirdiyini görəsiniz. Alış-veriş edərkən impulsivlikdən tamamilə uzaqsınız, yalnız həqiqətən ehtiyacınız olan və statusunuzu vurğulayan şeylərə pul xərcləyəcəksiniz. Maddi təhlükəsizlik hissi bugün sizin üçün əsas hədəfdir.
Əgər bir borcunuz varsa, onu bağlamaq üçün mükəmməl bir ödəniş planı qura bilərsiniz. Şans maliyyə sahəsində sizin yox, intizamınızın tərəfindədir. Sağlamlıq cəhətdən bugün ən çox diqqət yetirməli olduğunuz nahiyələr sümüklər, oynaqlar və dişlərdir. Kalsium qəbuluna və duruşunuza diqqət yetirin. Psixoloji olaraq özünüzü çox dayanıqlı hiss etsəniz də, hər şeyi mən etməliyəm yükü çiyinlərinizdə yorğunluq yarada bilər. Arada bir daxili tənqidçinizin səsini qısmağa və özünüzə yaxşı iş görmüsən deməyə çalışın. Dağ havası, sakit yürüyüşlər və ya sadəcə klassik bir musiqi dinləmək sizin daxili gərginliyinizi azaldacaq. Zehni olaraq keçmiş uğursuzluqlara yox, gələcək hədəflərə fokuslanmaq ruhunuzu qidalandıracaq. Yuxu rejiminizə xüsusi diqqət yetirin, çünki beyninizin tam bərpası üçün bugün dərin istirahət vacibdir. Günün məsləhəti, hər şeyi tək başına etmək məcburiyyətində deyilsən. İnsanlara güvənməyi və işləri bölüşməyi sınaqdan keçir. Bugün mükəmməl olmaq yerinə məhsuldar olmağa fokuslan. Kiçik istirahət fasilələri sənin böyük zəfərlərinin yanacağıdır. Motivasiya, sən dağın zirvəsinə doğru addımlayan o əzmli yolcusan. Sənin yolun bəzən çətin və daşlı ola bilər, amma sənin iradən hər bir daşı parçalayacaq gücdədir. Unutma ki, ən möhtəşəm saraylar tək-tək qoyulan kərpiçlərdən tikilir. Bugün atdığın hər bir addım səni ölməz bir uğura aparır. Öz gücünə inan, çünki sən qalib gəlmək üçün proqramlaşdırılmısan. Dolça. Bugün dolçalar üçün sanki zamanın fövqündə durmaq günüdür. Göy üzündəki planetar vibrasiyalar sizin fərqliliyinizi və müstəqilliyinizi ön plana çıxarır. Səhər saatlarından etibarən standart qəliblərə sığmadığınızı hiss edəcək, hər kəsin getdiyi yoldan deyil, öz açdığınız cığırdan getmək istəyəcəksiniz. Sizin enerjiniz bugün elektrik yükü kimidir, həm ətrafı işıqlandıra, həm də köhnəlmiş sistemləri sarsıda bilərsiniz. Kosmik enerji sizi gələcəyə baxmağa, humanitar dəyərləri müdafiə etməyə və qeyri-adi həllər tapmağa təşviq edir. Bugün rastlaşacağınız təsadüflər əslində kainatın sizə verdiyi mesajlardır. Günün rəngləri elektrik mavisi, gümüşü və ultrabənövşəyi çalarlarıdır. Bu rənglər sizin intuisiyanızı gücləndirəcək və zehni aydınlığınızı qorumağa kömək edəcək. Bugün kainat sizə özün olmaqdan qorxma, çünki dünya sənin vizyonuna möhtacdır, deyir. Subay dolçalar üçün, bugün sevgi sizin üçün ruhi yoldaşlıq və fikir birliyi deməkdir. Klassik görüşlər sizi darıxdıra bilər, sizə dünyanı başqa cür görən, qeyri-standart düşünən biri lazımdır. Ola bilsin ki, bir onlayn forumda, elmi müzakirədə və ya sosial bir layihə zamanı maraqlı bir ünsiyyət başlasın. Sizin cazibəniz bugün intellektual üsyankarlıq üzərində qurulub. Sizi anlayan deyil, sizinlə birlikdə gələcəyi xəyal edən insanlar diqqətinizi çəkəcək. Evli və partnyoru olan dolçalar üçün münasibətinizdə dostluq fundamenti hər şeydən üstün olacaq. Partnyorunuza qarşı daha çox azadlıq tanımaq və eyni hörməti ondan gözləmək bağınızı yeniləyəcək. Birlikdə yeni bir texnoloji cihaz almaq və ya gələcək üçün futuristik planlar qurmaq aranızdakı ünsiyyəti canlandıracaq. Əgər aranızda sıxıcı rutin yaranıbsa, bugün həmin rutini bir zarafatla və ya gözlənilməz bir sürprizlə dağıtmaq sizin əlinizdədir. Sevgi bugün sizin üçün birlikdə kəşf etməkdir. Sosial sferada dolçalar bugün ideoloq və islahatçı rolundadırlar. Dostlarınız sizin fərqli baxış bucağınıza və gələcəklə bağlı proqnozlarınıza heyran qalacaqlar. Siz bugün böyük qruplar, dərnəklər və ya onlayn icmalar daxilində aktiv ola bilərsiniz. İnsanları bir ideya ətrafında birləşdirmək qabiliyyətiniz zirvədədir. Yeni tanışlıqlar sizin üçün yeni bir pəncərə kimidir, hər kəsdən nəsə öyrənməyə çalışacaqsınız. Sosial çevrənizdə bir dəyişiklik etmək, daha çox intellektual səviyyəsi yüksək olan insanlara yönəlmək istəyə bilərsiniz. Sizin səmimiyyətiniz heç bir maska tələb etmir, buna görə də insanlar sizin yanınızda özlərini sərbəst hiss edirlər. Bir dostunuzun probleminə tamamilə gözlənilməz və dahi bir həll təklif edərək onu şoka sala bilərsiniz. İş həyatında bugün dolçalar üçün innovasiya və komanda ruhu günüdür. Sizin texnoloji yeniliklərə olan marağınız və qeyri-adi metodlarınız 29 yanvarda sizi iş yoldaşlarınızdan fərqləndirəcək. Əgər mühəndislik, elm və ya sosial media sahəsində çalışırsınızsa, böyük bir kəşf və ya uğur əldə edə bilərsiniz. Ofis daxili qaydalara tabi olmaq sizə çətin gələ bilər, lakin bugün həmin qaydaları daha səmərəli hala gətirmək üçün təkliflərinizi verə bilərsiniz. Karyeranızda yenilikçi kadr imiciniz möhkəmlənir. Sizin vizyonunuz rəhbərliyin hələ görə bilmədiyi gələcək imkanları dərk edir.
İş yoldaşlarınızla beyin fırtınası, brainstorming etmək üçün mükəmməl gündür. Sizin rəhbərliyinizlə ortaya çıxan ideyalar şirkətin gedişatını dəyişə bilər. Maliyyə məsələlərində dolçalar bugün alternativ investisiya rejimindədirlər. Kriptovalyutalar, startaplar və ya yeni texnoloji layihələr diqqət mərkəzinizdə olacaq. 29 yanvar maliyyə azadlığınızı qazanmaq üçün yeni yollar araşdırmaq üçün əla gündür. Ola bilsin ki, bir onlayn platformadan və ya gözlənilməz bir mənbədən kiçik bir gəlir əldə edəsiniz. Alış-veriş edərkən daha çox ağıllı cihazlara və ya rəqəmsal abunəliklərə pul xərcləməyə meyl edəcəksiniz. Maddi vəziyyətinizi daha çox paylaşmaq və ya bir xeyriyyə kampaniyasına qoşulmaq istəyi yarana bilər. Pulla bağlı məsələlərdə məntiqiniz duyğularınızdan üstün gələcək, bu da sizi lazımsız xərclərdən qoruyacaq. Şans maliyyə sahəsində daha çox yeniliyə açıq olduğunuz yerdən gələcək. Sağlamlıq cəhətdən bugün ən çox diqqət yetirməli olduğunuz nahiyələr topuqlar və qan dövranıdır. Uzun müddət eyni vəziyyətdə, xüsusən kompüter qarşısında qalmamağa çalışın. Psixoloji olaraq özünüzü çox enerjili, lakin bir qədər zehni aşırı yüklənmə içində hiss edə bilərsiniz. Gecə saatlarında gələn dahi fikirlər yuxunuzu qaçıra bilər, ona görə də yatmazdan əvvəl rəqəmsal cihazlardan uzaq durmaq vacibdir. Özünüzü emosional olaraq uzaq hiss etsəniz, bu sadəcə ruhunuzun müstəqillik ehtiyacıdır, narahat olmayın. Aerobika, üzgüçülük və ya sadəcə qulaqlıqda sevdiyiniz podkastı dinləyərək gəzmək daxili balansınızı bərpa edəcək. Sizin sağlamlıq düsturunuz bugün zehni sakitlik və fiziki hərəkətdir. Günün məsləhəti, dünyanın sənin fərqliliyinə ehtiyacı var, hamı kimi olmağa çalışma. Bugün bir az dəli görünən ideyalarını bölüşməkdən çəkinmə. Unutma ki, bugünkü fantaziyalar sabahın reallıqlarıdır. Lakin yerlə bağını da kəsmər ideyalarını gerçəkləşdirmək üçün praktik addımlar atmağı unutma. Motivasiya, sən gələcəyin elçisisən. Sənin ağlın sərhədləri aşan bir kosmik gəmidir. Heç bir qəlib səni tutub saxlaya bilməz, çünki sən azadlıq üçün doğulmusan. Bugün öz vizyonuna inan və dünyanı dəyişdirəcək o kiçik addımı at. Kainat sənin cəsarətini və orijinallığını mütləq mükafatlandıracaq. Ulduzlar sənin yolunu aydınlatmaq üçün oradadır. Balıqlar. Bugün balıqlar üçün sanki yuxu ilə reallıq arasındakı pərdənin nazildiyi bir gündür. Göy üzündəki planetar vibrasiyalar sizin emosional həssaslığınızı və fəhminizi ən yüksək həddə çatdırır. Səhər saatlarından etibarən ətrafınızdakı insanların enerjisini bir süngər kimi çəkdiyinizi hiss edə bilərsiniz. Sizin enerjiniz bugün şəffaf bir su kimidir, həm hüzur verən, həm də gizli həqiqətləri əks etdirən. Kosmik vibrasiyalar sizi məntiqin sərhədlərindən çıxıb təxəyyülün sonsuzluğuna qərq olmağa çağırır. Bugün baş verən təsadüfi qarşılaşmalar və ya eşitdiyiniz bir mahnı sizin üçün vacib bir işarə ola bilər. Günün rəngləri dəniz köpüyü yaşılı, firuzəyi və lavanda çalarlarıdır. Bu rənglər sizin daxili hüzurunuzu qorumağa və aura sahənizi neqativ təsirlərdən təmizləməyə kömək edəcək. Bugün kainat sizə axınla hərəkət et, qəlbin səni ən doğru sahilə çıxaracaq deyir. Subay balıqlar üçün, bugün sevgi mövzusunda platonik və ya ruhi bir cazibə hiss edə bilərsiniz. Sizin üçün kiminsə sadəcə baxışları və ya ruhunun dərinliyi hər şeydən vacib olacaq. Ola bilsin ki, köhnə bir tanışınızla aranızda telepatik bir bağ hiss edəsiniz və ya yaradıcı bir mühitdə, sərgi, kino, musiqi məclisi, qarşılaşacağınız biri ilə sanki illərdir tanışmış kimi söhbətə başlayasınız. Eşq bugün sizə bir şeir misrasında və ya gözlənilməz bir baxışda gizlənib gələcək. Evli və partnyoru olan balıqlar üçün münasibətinizdə fədakarlıq və şəfqət ön plana çıxır. Partnyorunuzun demədiyi sıxıntılarını hiss edib ona mənəvi dəstək olmaq bağınızı inanılmaz dərəcədə möhkəmləndirəcək. Birlikdə xəyallar qurmaq, gələcəkdə dəniz kənarında keçiriləcək bir tətilin planını hazırlamaq ruhunuzu təzələyəcək. Kiçik inciklikləri bağışlamaq və hər şeyi sevgi ilə həll etmək üçün mükəmməl gündür. Sizin üçün sevgi bugün iki ruhun səssizcə bir-birini anlamasıdır. Sosial sferada balıqlar bugün emosional sığınacaq rolundadırlar. Dostlarınız öz dərdlərini danışmaq və təsəlli tapmaq üçün məhz sizə müraciət edəcəklər. Siz bugün insanların daxili aləmini görmək qabiliyyətinə maliksiniz, lakin diqqətli olun ki, başqalarının kədəri sizi çox yükləməsin. Sosial çevrənizdə bir ruhsal rəhbər kimi tanına bilərsiniz. Yeni tanışlıqlarda intuisiyanıza güvənin, əgər kimsə sizə soyuq və ya qeyri-səmimi gəlirsə, ondan uzaq durmaq ən doğrusudur. Sosial layihələrdə heyvanlara yardım kampaniyalarında iştirak etmək ruhunuzu qidalandıracaq.
dostlarınızla birlikte sakit bir mekanda dərindən söhbət etmək və ya birlikdə meditasiya, yoga kimi fəaliyyətlərə qatılmaq günün ən gözəl sosial məqamı olacaq. İş həyatında bugün balıqlar üçün yaradıcılıq və vizyonerlik günüdür. Sizin təxəyyülünüz 29 yanvarda ən çətin məsələlərə belə orijinal həllər tapmağınıza kömək edəcək. Əgər işiniz incəsənət, psixologiya, dizayn və ya xeyriyyəçiliklə bağlıdırsa, böyük uğurlar və ya gözlənilməz ilham mənbələri tapa bilərsiniz. İş mühitindəki rəqabət və ya sərt qaydalar sizi biraz yora bilər, ona görə də imkan tapdıqca öz daxili dünyanıza çəkilin. Karyeranızda empatiyalı lider imiciniz formalaşır. Sizin insanlarla qurduğunuz səmimi bağ işlərin daha axıcı getməsinə səbəb olur. Bugün mühüm sənədləri imzalayarkən biraz daha diqqətli olun, xəyallara dalmaq detalları qaçırmağınıza səbəb ola bilər. Yaradıcı bir layihəni təqdim etmək üçün ulduzlar sizi tam dəstəkləyir. Maliyyə məsələlərində balıqlar bugün intuitiv davranacaqlar. Pulun sadəcə bir enerji olduğunu və ehtiyacı olanlara axdığını hiss edəcəksiniz. 29 yanvar maliyyə məsələlərində şanslı təsadüflər gətirə bilər. Ola bilsin ki, unudulmuş bir borc geri qaytarılsın və ya gözlənilməz bir hədiyyə alasınız. Alış-veriş edərkən daha çox ruhunuzu oxşayan, estetik və ya mənəvi dəyəri olan şeylərə, məsələn, rəsm əsəri, kristal daşlar, musiqi aləti, pul xərcləməyə meyl edəcəksiniz. Lakin maliyyə fırıldaqlarına qarşı ehtiyatlı olun, mərhəmət hissinizdən istifadə etmək istəyənlər ola bilər. Maddi yatırımlardan ziyarətcə mənəvi yatırımlara, şəxsi inkişafa və ya daxili hüzura pul ayırmaq bugün sizə daha çox fayda verəcək. Şans maliyyə sahəsində sizin xeyirxahlığınızın qarşılığı olaraq gələcək. Sağlamlıq cəhətdən bugün ən çox diqqət yetirməli olduğunuz nahiyələr ayaq pəncələri və limfa sistemidir. Bol su içmək və ayaqlarınıza masaj etmək sizə çox yaxşı təsir edəcək. Psixoloji olaraq çox həssas və bir qədər dağınıq hiss edə bilərsiniz. Bu, ruhunuzun dünyəvi yüklərdən təmizlənmək istəyidir. Su ilə təmasda olmaq, dəniz kənarında gəzmək və ya duzlu su ilə vanna qəbul etmək sizin enerjinizi inanılmaz dərəcədə yeniləyəcək. Psixoloqla danışmaq, gündəlik yazmaq və ya rəsm çəkmək daxili emosiyalarınızı boşaltmaq üçün mükəmməl vasitələrdir. Yuxularınız bugün çox rəngli və bəlkə də gələcəkdən xəbər verən ola bilər. Sizin sağlamlıq düsturunuz bugün mənəvi sakitlik və emosional təmizlikdir. Günün məsləhəti, dünyanın səsini yox, ürəyinin səsini dinlə. Bugün hər kəsə yardım etməyə çalışarkən öz enerjini tamamilə bitirmə. Sərhədlərini müəyyən etmək səni pis insan etməz, əksinə öz işığını qorumağına kömək edər. Səbirli ol, çünki ən böyük möcüzələr səssizlikdə böyüyür. Motivasiya, sən kainatın ən dərin və ən şəfalı bürcüsən. Sənin qəlbin hər kəsi qucaqlaya biləcək qədər genişdir. Unutma ki, xəyallar gerçəkləşmək üçün ilk addımdır və sənin təxəyyülün dünyanın ən güclü yaradıcı qüvvəsidir. Bugün öz möcüzənə inan və ruhunun parlamasına icazə ver. Sən bir ulduzun yerdəki əksisən, işığını hər kəsə bəxş et.